Aləmlə boşanma ərəfəsindəyik. Demək olar ki, bağlılığımız qalmayıb. Uşaq var arada sadəcə. Nə edim? Allahın salamı olsun, əziz izləyicilər. Yəni əsas mövzuları nədir? Müşkülləri nədir? Problemləri nədir? Gərək mütləq bir alimə müraciət eləsinlər, məsələni açsınlar. Quranda buyurur ki, mütləq bir həkəm olmalıdır. Bir nəfər müraciət olunmalıdır. O bir alim kitab yazır, deyir, nə sənin sözün, nə mənim sözüm, Allahın sözü. İnsafla qəzavət eləsinlər də, aydındır. Əgər həqiqətən də hər kəs özünü haqlı bilirsə, o zaman gərək nəfsi qoysun qırağa, doğrudan da özü. Nə sənin sözün, nə mənim sözüm Allahın sözü. Yəni, ailədə bu qanun olmalıdır. Nə sənin sözün, nə mənim sözüm Allahın sözü. Diqqət edirsiniz. Müraciət eləmək ki, gərək cüziyyətinə varalar məsələnin ki, nədir, nə deyil. Bəzən də mümkündür, talaq məsələn deyim, haqlı olsun. Bəzən elə insanlar var ki, məsələn, biri iman əhlidir, o birisi heç cür imana gəlmir, heç cür mümkün olmur və bunu da mane olur. Yəni, ən axırıncı yol talaqdır. Yəni, bu şərait də bəzən bunu da müşahidə eləyirik. Bu belə də olur. Yəni, bunun artıq nicat yolu budur ki, elə talaq alsın, məsələn. Amma nə nəfsaniyyətlə, nə öz beyninlə, özünü haqlı bilməklə yox. Həqiqətən də Allahın sözünü deyən bir adama müraciət eləsinlər. Nə sənin sözün, nə mənim sözüm Allahın sözü. Bəzi üzr istəyirəm, təlaqlar olur, bəzən görsən ki, yəni səbirsizlik yüzündən, bəzən səbirsizliyindən, inad üzündən, nəfsaniyyət üzündən, təəssüflər olsun. Əgər insan nəfsin üstə ayaq qoysa, mövzumuz, bəhsimiz çatmadı, bu mövzuya da toxunacaqdım ki, doğrudan da insan nəfsin üstə ayaq qoymaqla xüsusən. İnsan ən kamil mərhələlərə getmək üçün ən gözəl o tərbiyə şəraiti ilə evdir. Xüsusən kişi üçün. Xüsusən də kişi üçün. Diqqət edirsiniz. Yəni, evdə insan rahatdır da, həqiqi simasıyla rəftar edir. Doğrudan insanda nə qədər qəzəb var, nə qədər təkəbbür var, nə qədər öz yaxınlarının üzərində onları qəşəng aşkar eləyir. Amma çöldə hamı gözəl əxlaqlıdır, hamı mömindir, hamı məsələn görürsən ki, elə ədəbli, elə insanlar var, elə bilsən ki, bu üç qəzəblənmir. Amma evdə məsələn şirə dönür, məsələn, bu cürlə. Rahatdır da, evdəkilərlə insanda həqiqi siması, rəzil sifətləri zühura gəlir. Fironiyyəti insanın içində yatıb bu fironiyyət, bəli, aşkar olur. Odur, mən həmişə deyirəm əzizlərə, dostlara, sinifdə, tələbələrə ki, kişi evdə tərbiyə olunur. Kişi evdə tərbiyə olunur. Yəni, bir adam ki, istəyir bilər ki, məsələn, nə dərəcədə. Çünki orada, məsələn, bir zərif bir məxluqun müqamında insan özünü sındırmağı, bəzi işləri, qəzəbi üstəqə, orada da Allah da əsas ona baxır. İslam gəlmir ki, zahirimizi düzəltməyə. İslam gəlmir ki, bizi içərdən həqiqətən adam olmaq, içərdən düzəlmək. İçərdən insanda inqilab baş verməlidir, içərdən insan düzəlməlidir. Həqiqətən yəni düzəlməlidir. Nəinki zahiri gözəlləşdirmək. Allah qəlbə baxır, içəri baxır. Doğrudan da sən qəzəbin müqamında nə qədər dayanırsan, şəhvətin müqamında nə qədər dayanırsan, həsadətin müqamında heç kəs də bilməsin. Allah ona əcr verir, Allah ona nur göndərir. O qapı Allahla insan arasında qapı odur da, insan öz qəlbində açılır. Çöldə açılmır, içərdədir. Hər şey insanın öz Allahla rabitəsi öz qəlbindədir. Adətən bu cür olsa, əgər həm kişi, həm qadın həqiqətən də öz səhvini başa düşər, nəfsini üstə ayaq qoyar, bir-birinin müqamında üzr istəməyə bacara. Hətta insan haqlı olsa da belə üzr istəməyə bacarmalıdır. Çünki ailə müqəddəsdir onu qorumaz.